Bugün sizler üçün türklərin məşhur yarpaq sarmasının reseptini bölüşəcəm. İlk öncə bol soğanı zeytun yağında qovururuq. Adi yağ da ola bilər, amma zeytun yağından daha dadlı olur. Soğanlarımız qovrulduqdan sonra üzərinə tomat pastası əlavə edirik. Qovrulandan sonra üzərinə yumru düyü əlavə edirik. Düyülərimizi öncədən islatmağa gərək yoxdur. Yuyub əlavə edirik üzərinə. Qovurduqdan sonra üzərinə duz, pul biber əlavə edirik və bol nanə qurusu əlavə edirik. Nanə qurusu çox olsa gəzək olar. Kim istəsə limon suyunu da sıxa bilər, amma yarpaqlarımız təzə olsa buna ehtiyac yoxdur. Və cəfəri əlavə edirik. Ağzını örtüb vamxodda 15 dəqiqə pişməyini gözləyirik. Sonra yarpaqlarımızı, dolmalarımızı pükürük. Yarpaqlar böyük olmalıdır. Bildiyimiz kimi və nazik, uzun pükürük. Türk sarmasını yəqin ki, hər birimiz görmüşük. Budur, artıq dolmalarımız hazırdır. Üzərinə 1 stəkan su əlavə edirik. Tomat pastasından qarışmış və limonlarımızı qoyuruq. Bişdikdən sonra isə üzərinə yenə 1 stəkan duru yağ tökürük və 15 dəqiqə gözlədib sonra yeyirik. Hər kəsə nuş olsun.